Deməli belə. Baxırsınız birinci suala. Deyir 25 kiloqram çiyələkdə 6% şəkərdir. Neçə kiloqram şəkər var? Nə edirəm? 25-in 6%-ni tapıram. 25-i vururam 6-ya, bölürəm 100-ə. Bunlar ixtisar gedir 4. 6-nı 4-ə böləcəm. Cavab eləyəcək 1,5. Yəni A variantı. İkincidə, deyir düz bucaqların diaqonalları arasındakı bucaq 60 dərəcədir. Diaqonallarını çəkirəm. Arasındakı bucaq 60 dərəcədir. Şərtdə deyir diaqonalın uzunluğu 30-dur. Onda 15-15 bölünəcək. Diaqonallar bərabərdir. Eyni hadisə burada da baş verir. Bərabər yanlı üç bucağın təpə bucağı 60 olanda avtomatik olur bərabər tərəfli. Onda 15-15 isə avtomatik burada neçə olacaq? 15. Cavab olacaq B variantı. Sonra baxırıq üçüncüyə. 3, 4, 2-yə. Əkop neçədir? 12. Qeyd edirəm qırağı 12K. 12K-nı 3-ə böləndə A neçə K-dır? 4K. 12K-nı 4-ə böləndə B neçə K-dır? 3K. 12K-nı 2-yə böləndə C neçə K-dır? 6K. Deməli, K-nı yerinə 1 qoyuram. Amma 1 qoymasan, 2 qoysan və yaxud da başqa bir rəqam qoysan problem yoxdur. Düzdür, 3 qoya bilməzsən, 2 də qoymaq olmur. 2 qoyanda bu 12 olur, yerinə qoymaq olmur. Məcbursan ancaq 1 qoyasan. 436. 5-ə bölünməzsən, alınan qalığı istəyir. 5-ə böləndə bilmirəm neçə dəfə düşür, amma son rəqəm 6-dır. 6-nı 5-ə böləndə qalıq neçə qalacaq? 1. Cavab olur D variantı. Burada deyir bu nöqtələr arasındakı məsafəni tapın. Bugünkü vərəq bizdə də var. Bu sualdan diqqətlə baxın. Birindən o birini çıxıram. Bir də uşaqların ən çox çalışdığı məqam burada 7,3 verilib. Elə bilir bu 7 və 3 deməkdir. Yox. Bu 7,4 o biri 2-dir. Yadınızda saxlayın. Bir koordinatda 2 dənə, bir koordinatda 1 dənə olmur. Ya ikisində də 2 dənə olmalıdır, ya da ikisində də 1 dənə olmalıdır. Bir də ki 2 nöqtə formasında olanda belə olur. 7 nöqtə vergül 3. Bir dənə vergüldürsə o tam ədəd deməkdir. Yəni 1 ədəd deməkdir. Mənfi 2-dən çıxıram, mənfi 7,3. O da olacaq sizdə 5,3. Yəni C variantı. Burada bunun köməkçi ilə açıram. A açıq B'nin kubu üstə gəlsin. 3AB vurulsun A açıq B. 3'ün kubu üstə gəl. 3 vur. Mənfi 0,3 vur 3. 3'ün kubu 27'dir. 3'ü 3'ə vuram 9. 9 da mənfi 0,3'ə mənfi 2,7. Cavab olacaq 24,3. 6. Düz bucaqlı üç bucağın sayısını istəyir. 6, 8. 2'də 1 AB'dir. Cavab olacaq 24. Tam səthin sayısı paralelipedin. 2 vur AB üstə gəl, BC üstə gəl AC. 2 vurulsun, 3 vur 5, 15. 3 vur 8, 24. 5 vur 8, 40. Cavab olacaq 79. 2 də vuranda 158. Burada ən asan sualdır. Müqayisə istəyir. 9'da 8, 9'da 4'dən böyüdür. Yəni A, B-dən böyüdür. X oxuna nəzərən simmetrik olanda X qalıb, Y neyinirdir? Əksinə dəyişirdir. Mənfi 3 olduğu kimi qalır. 5 əksinə dəyişir, olacaq mənfi 5. Burada parabolanın qolları yuxarıdırsa A necə olurdu? Müsbət. C isə Y oxun kəsdiyi nöqtədir. Y oxun yuxarıda kəsib. Yuxarıda kəsdiyinə görə C də müsbətdir. A da müsbət, C də müsbət. Cavab olacaq D variantı. Aydın da. 11'də. Şərtdə deyir AK 3'dür, KB 4'dür. SK 6'dır. Sizdən CD-ni istəyir. Bura 1x deyirəm hələlik. 3 vur 4 bərabərdir. 6 vur x. 6x bərabərdir. 12 x-ni neçə alıram? 2. İndi bura 2-dirsə, bütöv istəyir. 6 ilə 2-ni toplayıram. Cavab neçə olacaq? 8. Yəni C variantı. Deyir mənası yoxdur. Yadınızda saxlayırsınız. Məxrəc 0 olanda məna olmuş. 2x üstə gəl 5 bərabərdir 0-a. 2x mənfi 5. X də alıram mənfi 2,5. Deyir bu aralıqda yerləşən 3'ə bölünən tam ədədlərin sayını tapın. Bu aralıqda 3'ə bölünən ədədlər 15'dir, 18'dir, 21'dir, 24'dür, bir də 27'dir. Sayını istəyir, cavab olacaq 5 dənə.
Bunu açmaq qaydası necədir? Bir dəfə olduğu kimi açırdıq. Bir dəfə də böyük bərabərdir, -5-dən yazırdıq. Və cavabları kəsişdirirdiniz. Yuxarıda 3x kiçikdir bərabərdir 7-dən. Aşağıda 3x böyükdür bərabərdir -3-dən. Yuxarıda x kiçikdir bərabərdir 2/3-dən. Aşağıda x böyükdür bərabərdir -1-dən. -1-dən böyük bərabəri var. -1, 0, 1, 2. Cavab olacaq 4-dən. Deyir, səbətdə müəyyən qədər alma var. Əvvəlcə 9 alma götürüb. Nə yazıram? X çıx 9. Sonra qalan almaların 1/3 və daha 7 alma. Nəticədə əvvəlki almaların yarısı qalır. İndi x çıx 9, 3/1-ə vuranda çıx 3/1x, -, üstəgəl 9-u 3/1-ə vuram 3. -9, 3. Elədi -6, -6-dan da 7 çıxanda x-dən 3/1x çıxıram. 3-də 2x çıxılsın 2/1x bərabərdir 13-ə. Ortaq məxrəcim 6-dır. Bunu 2-yə vururam, bunu da 3. 6-da 1x 13, x də alıram 78. Qonşu bucaqların cəmi neçə dərəcədir? Yazıram x üstəgəl y 180-dir. Fərqi neçə verib? Toplayanda y-lər gedir. X alaram 115. Böyüyünü istəyir, cavab elə olacaq 115. Deyir, sonlu onluq kəsir olmaması. Birinci olanları tapıram. Sonlu onluq kəsir məxrəc ancaq 2 və 5-in vuruqlarından ibarət olmalıdır. Biri budur, biri budur, biri də budur. Düzdür? 5-indən neçəsi? 3-ü. Olmaması deyirsə, 1-dən çıxıram 5-də 3. Cavab olacaq 5-də 2. Necə? Bu sonlu onluq kəsir içində 3 var axı, göstərilə bilməz. Ancaq ya 2 olmalıdır, ya 5 olmalıdır, ya da onların qarışığı. Burada deyir 50 uşaqdan 32 güclükdə 26-sı şahmatla məşğul olur. 6-sı heç bir idman növü ilə məşğul olmur. Onda 50-dən 6-ını çıxıram. Neçəsi məşğul olandır? 44-dür. Birləşmə bizdə belə tapılırdı da. NA üstə gəlsin NB çıxılsın NA kəsişmə B. İndi birləşmə 44-dür. 32 üzlükdür, 26 şahmatdır, kəsişməni də bilmirəm. Oradan da x tapıram 14. Aydın da 25-dən 5 çıxır, 16-dan 4 çıxır, 9-dan da 3. Cavab olacaq 12. Axın ilə sürət, həcm. Kimsən üstümədim. Axın ilə sürət tapanda katerlə çayı toplayıram. Axına qarşı sürət tapanda katerdən çayı çıxıram. Toplayanda çaylar gedir. Onda katerinə tapasınız. 23. Aydın da. Bunların ədəd ortasını tapanda n üstəgəl m üstəgəl k bölü 3. 100'dür. Onda n üstəgəl m üstəgəl k olur 300. N a üstəgəl b'dir. M a üstəgəl c'dir. K da b üstəgəl c'dir. Olacaq 2a üstəgəl 2b üstəgəl 2'dir. Oradan tapıram a üstəgəl b üstəgəl c 150. Bunların ədəd ortasında tapanda 3'ə bölürəm. Cavab olacaq 50. Aydın da. Burada sinus nəyin nəyə nisbəti idi? Beta'nın qarşısı m'dir, hipotenuz L. Kosinus bitişiyin hipotenuzadır. Bitişik L'dir. Üzr istəyirəm, bitişik N'dir. Hipotenuz L. Tangens qarşının bitişiyidir. Qarşı m'dir, bitişik N. Kotangens də bitişiyin qarşıyadır. N'in M'ə. Qarşılıqlı bucaqlar bir-birinə bərabər olur. Cəmi 100-dürsə hərəsindən neçə düşəcək? Alfanın yerinə 50 qoyuram. 50'ni 5'ə bölürəm 10.
Burada da bunlar gedəndə 12,5. 3'ü 12,5'e vuram 37,5. Cevap olacaq 47,5. 24. Deyir kökü 4'dür. X'in yerine 4 qoyuram. Onda 16'lar gedir. A kvadrat çıx 4'e bərabərdir 0. Buradan A'nı çıxardıram. A çıx 4, 0. Köklərdən biri 0'dır, biri də 4'dür. Böyük qiymətini istəyir, cavab olacaq 4. 200. 1 3 6 nisbətinə bölünübsə K, 3K, 6K. Bu asan idi. Böyük hissə 6'nı 20'ye vururum, 120. Kiçik hissə də 20. Fərqini istəyir. 120'dən də 20 çıxıram, cavab olacaq 100.